Hoş gördük əziz izləyicilərimiz. Hər vaxtınız xeyirli olsun. Bu günlər mən sizə Xırdalan şəhərinin tam mərkəzində, Ökoparkda, düz Heydər Əliyev prospektinin arası hardasa 50 metr məsafədə olan binamız, 16 mərtəbəli binanın 4-cü mərtəbəsində belə bir gözəl, 2 otaqlı, əla təmirli, əla təmirli mənzilimizi çəkir, rəngli təqdim edir. Bax, bura bir də qapıları bağlayım ki, qəşəng görsən. Bax, burada girişlər. Bu hissədə sanitar qoşarlar. Bütün aksesuarları qoyulur. Təmirinə söz ola bilməz. Super Evro təmiri. Belə təmirli mənzillər az sayda olur. Keçək buradan. Bu yataq otağıdır, bax bura. Burada yataq otağından da eyvana keçidir, bax. 100 turuna qədər, istiri sisteminə qədər, kombi xətlərinə qədər hamısı çəkilir, hazır vəziyyətlərini. Bura eyvanı, burada da eyvanı, yanlardır, bax, burada onun ekopark. Bir dənə çək qardaş görsək, bax, ekoparkın məhəlləsidir burada. Binalar da var, bax, görürsünüz, bax, belə bir mənzərəli bir yerdir. Evin təmiri həqiqətən də bahalı inşaat materiallarından istifadə olunur. Gəl keçək qonaq otağına. Bax, burada da qonaq otağıdır. 16 mərtəbəli binanın 4-cü mərtəbəsində, bir dənə qapının varında çəkilmişik. 4-cü mərtəbəsində yerləşir, 100 turuna qədər, belə bir dizaynla, gözəl təmirli olunur. Burada da qonaq otağıdır, qonaq otağında da mətbəxə. Bax, belə bir plastikli yerlir o konuşun, bax, belə bu şəkildə. Mətbəx mebelinə qədər hamısı yığılıb, hazır vəziyyətdədir. Qazı, sonra burada da kraftdır, uzaqdır, bunlar hamısı qoyulub. Soyuducusun yerlər nəzərə tutulub. Əla təmirlidir. Qiymətə bax, qiymət də münasib bir qiymətdir. Bunu deyəcəm ki, kasıbların dostu dahi gəlibsə ki, həqiqətən. Deməli, kasıbların dostu dahi bunu siz üçün, bunu kasıblar üstünə düzənli satışa çıxarılır. 102.000 manata 51 kvadrat mənzilin sahəsidir. Öndə Qubsalıdır. Sənət də Qubsalıdır. Bu evdə kim sahib olmaq istəyirsə bizlə əlaqə saxlasın, bizə zərg edin. Xırdalan şəhərində Heydər Əliyev prospektinin tam yaxınlığında 16 mərtəbəli binanın 4-cü mərtəbəsində. Kanalımıza abunə olun, videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa əlaqə nömrəmiz səhnədə olacaq. Bizə zəng edin. Sağ olun, minnətdarlar.